Turist şirkəti gəzinti üçün 30 nəfərlik avtobus və 15 nəfərlik mikroavtobuslardan istifadə edir. Deməli, 30 nəfərlik avtobus və 15 nəfərlik mikroavtobuslarda M ilə işarə edək. Şirkət ümumilikdə 8 nəqliyyat vasitəsi ilə 150 turist daşıyır. Avtobusların və mikroavtobusların sayını tapın. Tənlik quraq və tənlik sistemi vasitəsilə həll edək. Avtobusun sayı və mikroavtobusların ümumi sayı 80-dir, turistlərin sayı isə 150. Yəni A üstə gəl M bərabərdir 8. 30 vurulsun A, bir avtobus 30 nəfər tutduğu üçün, bir mikroavtobus 15 nəfər tutduğu üçün 15 vurulsun M bərabər olacaq 150. İkinci tənliyin hər tərəfini biz 15-ə bölə bilərik. A üstə gəl M bərabərdir 8. İkincidə isə 15-ə böldükdə alarıq 2A üstə gəlinsin M bərabərdir 10. İkinci tənlikdə birinci tənliyi mənfi 1-ə vurub toplasaq tərəf-tərəfə alarıq A bərabərdir 10-dan da 8 2. A 2-dir. Deməli 2 dənə avtobus var. 8-dən də 2-ni çıxsaq 6 dənə mikroavtobus. Bizdən avtobus və mikroavtobusların sayı tələb olunurdu. Biri 2-dir, biri də 6.